Salam aleyküm əziz babanlar, hər birinizi xaçmazdan salamlayırıq. 3-ün 5-ə, maksimum 4 üzərində qurulan bağımızdır. Burada deməli sıfırlama budamasını aparacaq. Ona görə də step lider sistemini eləyəcək. Cəmillə də bayaq danışdıq. Dedi Elməddin birinci etabı özünüz eləyin. İndi bağban yoldaş özü kəsəcək, bir dəqiqə ona göstərəcək. Sonra qalan proses Cəmil özü aparacaq bütün məsələləri budamasına, o baxacaq buranı. Budama ən vacib məsələlərdəndir. Ona görə diqqətli baxın. Bir tərəfdən damlama çəkilir burada. Onda bir çəkiliş ilə göstərəcəm. Deməli burada nə edirik? Çubuq ana 60 sm çubuq. İndi 60 sm-lıq bir dənə ölçü aldıq əlimizə. İlk öncə bu burada gördüyünüz bunları buradan 2 tumurcuq saxlayıb vuruq. Burada 2 dənə tumurcuq gördüyünüz kimi. Qoyaq onu bir dənə yanına. Bir də ölçü alırsınız əlinizə 60 sm-dan. Bu istiqamətdə. Bax bu cür çəp istiqamətdə belə səliqəli kesilir. Sıfırlama bu cür olur. Gördüyünüz kimi. Bunlardan da biz budaqlar alacağıq. Əgər ağacın dibində belə bir qalıbsa, bunu da kəsin. Sıfırlama budaması budur. Bu step lider için nəzərdə götürülüb. Birini də kəsək orada gəlin. Bir də qayçınızı mütləq olaraq spirtliyin tezə öz qayçınız olsun. Yəni hər bağın qayçısı ayrı olmalıdır. Bunu nəzərə götürün. Bağban üçün özünün qayçısı. Bizdəki spirtliyirik, bağa girməmiş. Qoyaq. Bax gördüyünüz kimi bu istiqamətə tutulur, kəsilir. Baş tərəfi də belə kesilir. Kameranı fokuslayayım. Bunlar da bizim indi budaq alacağımız tumurcuqlardır. Ting alanda da bu tumurcuqların nə qədər çox olsa, sıx olsa, o qədər tingimiz sağlamdır deməkdir. Ona fikir verin. Burada da bunu kəsdik. Burada məsələn görürsünüz yan budaq verilməyib. Heç bir dənə məsələn yan budaq yoxdur. Birbaşa 60 sm-ımızı nəzərə götürüb 60-70 sm arası kesilir. Maksimum hündürlüyü 70 vaza sistemində. Bu isə steplidir. Kesin. Bu cür kəsilə qədər çətin bir proses deyil. Sadəcə olaraq bundan sonrakini bir belə deyim sizə başa çıxan mütəxəssislə budamasına işləsəz elə daha yaxşı olar ki, yəni budama ən vacib məsələlərdən biridir. Səhv eləsəz sonra bütün bağda incitəcək sizi. Yox, burada çox saxlamırıq şəhərində. Cəmi bu 2 dənəsini saxlayırıq. Aha, burada, burada. Belə. Sizin qayçınız sizi incitir. İstəyirsən verim qayçımı. Bu nəsə belə xoşuma gəlmir o sizin qayçı. Allah. Bilsəydim tokulunu gətirərdim sizə. Tamam, götürmədim. Xeyirli olsun hər kəs üçün. Uğurlar. Burada da gördüyünüz kimi kəsilə gedir. Damlama dağıtılıb, damlama barədə ayrı danışacağım.